Salam əziz həmkarlar. Biz bugün öyrənirik yaradıcı təfəkkür. Ümumilikcə yaradıcı təfəkkür nədir? Yaradıcı təfəkkür kreativ düşünmə, əşyalara, hadisələrə, problemin həllinə yeni və fərqli nöqteyi nəzərdən baxmağa, bir növ çərçivədən kənar düşünməyə kömək edən idrak prosesidir. Yəni problemi yeni həll yolu ilə həll edirsiniz. Tutalım ki, yenilik edirsiniz, innovativ layihə hazırlayırsınız, əşyalara qeyri-standart yanaşma mövqe göstərirsiniz, mövcud olanlara orijinal əlavələr edirsiniz. Məsələn, özünüzə hər hansı bir paltar vurmusunuz, gəlir, xoşunuza gəlmir. Onu ayağını kəsirsiniz, qolunu tikirsiniz, üzərinə başqa nəsə əlavə edirsiniz. Deməli, sizdə yaradıcı təfəkkür var. Və ya tutalım evdə yağ qutunuz atılmalıdır, ancaq onu atmırsınız. İçin təmizləyirsiniz, dipçək kimi içərisinə gül əkirsiniz. Yəni, bu yaradıcı təfəkkürdür. Yaradıcı təfəkkürü inkişaf elətdirmək üçün bəzi bacarıqlar var. Bunlar hansılardır? Məsələn, əlaqənin yaradılması bacarığı. Bu əlaqənin yaradılması bacarığı müxtəlif ideyalar arasında əlaqə tapmağı bacarır, əlaqəni problemin həlli üçün istifadə edir. Məsələn, keçmiş zamanlarda çamadanı daşımaq çətin olmuşdur və baxıblar ki, maşını təkər daşıyır. Maşına, çamadana təkər baxıb, təkərli çamadan yaradıblar. Yəni, əlaqə yaradıblar. Maşınla çamadan arasında əlaqə yaradıb, təkərli çamadanı kəşf elədilər. Daha sonra sual vermək bacarığı, ümumilikcə, yaradıcılıq ümumi qəbul edilmiş yanaşmaya və fikrə qarşı çıxmağa şərait yaradır. Yəni, hamının istifadə etdiyi yoldan istifadə etmir, hamının qəbul etdiyi fikrin əksinə də gedə bilir yaradıcı düşünən insan. Məsələn, sual verməklə şagirdlərdə yaradıcı təfəkkürü inkişaf elətdirmək olar. Mən bu məsələni başqa nə cür həll edə bilərəm? Şagirdlər özləri həll etdiyi məsələyə bu cür cavab verməklə, bu cür sual verməklə buna cavab tapa bilərlər. Mən bu məsələni başqaları kimi həll etməliyəm, özünə sual verir. Problemin başqa hansı həll yolu ola bilər? Yəni, bu sualları şagirdlərdə formalaşdırmaqla biz şagirdlərdə yaradıcı təfəkkürü inkişaf elətdirə bilərik. Və şagirdlərə bu cür sual verməklə başlayırlar düşünməyə, düşünən zaman da əşyadır, hadisədir, problemdir, bunlara fərqli yanaşırlar. Və fərqli yanaşmaqla bərabər yaradıcı təfəkkürləri də inkişaf eləyir. Təcrübə aparmaq nədir? Əlbəttə ki, nə isə yaratmaq üçün biz təcrübə aparmalıyıq. Yəni, yaradıcı düşünən insan yenilikləri sınaqdan keçirməlidir. Verilən qərar nə qədər qeyri-adi olsa da, nə qədər risk olsa da, onu sınaqdan keçirmək lazımdır. Əlbəttə ki, sınaqdan keçirəndə uğursuzluq da olacaq. Yəni, hər şey ilkindən alınmır. Yəni, dəfələrlə sınaqdan keçirmək lazımdır. Uğursuzluq olsa belə işi dayandırmamaq lazımdır. Əksinə, həll yolunu tapana qədər onun üzərində çalışmaq, təkmilləşdirmək lazımdır. Bu zaman yenə yaradıcı təfəkkür inkişaf eləyəcək və artıq risk almağı sevəcəklər. Yaradıcı düşünən insan risk almağı sevir. Bəs müşahidə etmək nədir? Yəni, hər hansı bir yenilik yaratmaq istəyiriksə, əvvəlcə ətraf aləmi, insanları daima müşahidə etmək lazımdır. Gördüklərini, eşitdiklərini, oxuduqlarını təhlil etmək və nəticə çıxartmaq lazımdır. Yəni, bu zaman şagirdlərdə yaradıcı təfəkkür inkişaf eləyir. Ümumilikcə, müxtəlif, fərqli insanların fəaliyyətinə baxmaq, analoji fəaliyyətlə məşğul olan insanların təcrübələrini izləmək, müşahidə etmək, ən səmərəli həll yolunu tapmağa kömək edə bilər. Yəni, müşahidə edir, onun içərisindən bir yenilik çıxarır, müxtəlif nöqteyi nəzərdən baxır, fərqli yanaşma əks etdirir, fərqli yollar axtarır və bu zamanda yaradıcı təfəkkür inkişaf eləyir. Və yadınızda saxlayın, yaradıcı təfəkkür inkişaf eləmiş hər bir şəxs, hər bir sinif, belə deyim, risk almağı sevir. Çünki artıq bilirlər ki, bunlarda yaradıcı təfəkkür inkişaf eləyib, risk alsalar belə, bunu yaradıcı təfəkkür ilə bu problemi həll edə biləcəklər. Əlavə olaraq yaradıcı təfəkkürü inkişaf elətdirmək üçün bəzi, məsələn, üsullar var. Beyin həmləsi, 4-ün 1 kaş, analogiyanın tapılması, əşyalardan qeyri-adi formada istifadə. Məsələn, beyin həmləsi nədir?
hər hansı bir məsələnin həlli üçün müxtəlif yanaşmanın ortaya çıxarılmasıdır. Əlavə olaraq yeni üsulların ortaya çıxarılmasıdır. Yəni öz fikirlərini digər fikirlərdən yaxşı olduğuna inanmalarına, başqalarına təsir etməmələrinə, başqasının fikir söyləmələrinə şərait yaratmalarına, məsələyə fərqli perspektiv baxmağa yönəltmək lazımdır. Yaradıcı düşünən insanlar, bax həmin bu beyin həmləsi üsulu ilə. 4N1KH üsulu nədir? Layihələrin yazılmasında, problemin həllində suallar verməklə yeni həll yolunu tapmaq üçün istifadə edilir. Bəs analogiyanın tapılması nədir? Ümumilikcə analogiyanın tapılması məntiqi təfəkkürdə də var. Məntiqi təfəkkürdə iki hadisə arasında oxşarlığı müəyyən edir. Yaradıcı təfəkkürdə iki hadisə arasında oxşarlığı müəyyən edib ortaya bir yenilik çıxarır. Yəni məsələlərə yanaşmada oxşar və fərqli cəhətlərin tapılması, yeni ideyaların yaranmasına şərait yaradır. Məlumdur ki, təyyarə ilə quşun vertolyot cırcıramanın analogiyası olaraq yaradılmışdır. Quşa baxıb təyyarə yaradıblar, cırcıramaya baxıb vertolyot yaradıblar. Əşyalardan qeyri-adi formada istifadə, əlimizdə olan əşyalardan qeyri-adi formada istifadə edirik. Ümumilikcə, yaradıcı sinif mühitində formalaşan şagird araşdırmağa, yeniliklərə, öyrənməyə açıq olur. Bu sinif olan şagirdlərdə açıq düşüncə tərzi formalaşır, əylənərək öyrənmək imkanı yaranır, əlavə olaraq öz yaradıcılıqlarına inanırlar, yenilik etməklərinə inanırlar, şagirdləri yaradıcı fikirlər, təkliflər etməyə sövq etmək lazımdır. Onların fikirlərini negativ şəkildə qarşılamaq olmaz, pozitiv şəkildə qarşılamaq lazımdır. Əks əlaqə rəy verən zaman negativ köklənməməlidir. Hər zaman pozitivə köklənin. Ənənəvi sinif mühitindən fərqli olaraq artıq burada kreativ sinif mühiti yaranır. Şagirdlər də özlərini ifadə etmək imkanı verirlər. Həm debatlarda, həm sinif müzakirələrində yaradıcı şagirdlər təkcə mövcud olan fikir və ideyalardan istifadə etmir. Özləri də yeni yaratmağa can atırlar, yenilik edirlər. Əlavə olaraq özünü yaradıcı şəkildə inkişaf etmək, ifadə etmək şagirdlərin emosional inkişafları üçün də vacibdir. Risk almağı sevirlər və şagirdlərdə xəyali düşünmə qabiliyyəti də artır. Buna görə də açıq tipli suallardan istifadə etmək olar. Əlavə olaraq burada problem həll etmə var. Problemin həll etməsi də özü bir neçə yollardan ibarətdir. Birinci problemi müəyyənləşdirmək lazımdır. Yəni problemi müəyyənləşdirmək lazımdır ki, görək bunun mənbəyi nədir, belə deyək. Bu problemlə bağlı hansı vacib məlumatları anlamaq lazımdır? Daha əvvəl bu və ya oxşar problemi həll edən varmı? Əlavə oxu materiallarından araşdırma aparmalıyam, yoxsa sorğu keçirməliyəm? Vizual təsvir yaratmaq problemi anlamağıma kömək edəcəkmi? Məndə hansı mühüm məlumatlar yoxdur və onları mövcud mənbələrdən tapa bilərəmmi? Bax, problemi həll etmək istəyən şəxs bu sualların ətrafında dönməlidir və bu sualları cavablamalıdır. Daha sonra problemin həll yolunu planlamalıdır. Yəni, bu artıq ikinci mərhələdir. Mümkün strategiyalar müəyyən etməklə həll yolunu planlamalıdır. Planı daha sonra həyata keçirməlidir. Bu artıq üçüncü addımdır və şagirdlərə izah etmək lazımdır ki, bu mərhələdə uğursuzluqdan, ruhdan düşməməyə, həvəsləndirmək vacibdir. Yəni, uğursuz da ola bilər, amma hər zaman ona həvəsləndirmək lazımdır ki, ruhdan düşməyin, sınayın, sınaqdan keçirin. Daha sonra problemi həyata keçirdikdən sonra, yəni planı həyata keçirdikdən sonra prosesi dəyərləndirmək lazımdır. Yəni, bu mərhələdə şagirdlər reflektiv düşüncə ilə məşğul olurlar. Həyata keçirəndən sonra onlar nəticəni qiymətləndirir, özlərinə tənqidi suallar verirlər. Sonra gəlir qiymətləndirmə. Artıq burada müəllimlər şagird arasında problem həll etmə bacarığını effektiv şəkildə qiymətləndirir və şagirdləri inkişaf elətdirmək üçün summativ və formativ qiymətləndirmədən istifadə olunur. Ümumilikcə, summativ qiymətləndirmə öyrənmə dövrünün sonunda problemin həllində ümumi bacarıqları ölçmək üçün istifadə olunur. Yekun qiymətləndirmə şagirdlərdə yekun təqdimatların, hesabatların, birgə töhfələrin qiymətləndirilməsini əhatə edə bilər. Formativ qiymətləndirmə davamlı öyrənmədə mühüm rol oynayır. Problemin həlli prosesinə mükəmməl şəkildə inteqrasiya oluna bilir.
şagirdlər həll yollarının müəyyən edilməsi, planlaşdırılması və icra mərhələləri üzrə işləyərkən müəllim həmin bu gedişə nəzarət edir. Yəni dərsin bütün mərhələlərini qiymətləndirir. Yaradıcı təfəkkürümüz bu qədər.